Hər birinizi salamlayıram. Bugün çox maraqlı bir praktik təlim üzərində çalışacağıq. Əlimizdə belə bir məlumat bazası var. Deyək ki, məlumatlar var. Hansı ki, bu məlumatlar da standart olaraq eyni formada məlumat elə bil ki, eksport olunubdur və eksport olunan məlumatlar üzərində biz müəyyən prosedurlar həyata keçirərək onu bu formaya gətirməliyik. Yəni nümunədəki formaya bunu gətirməliyik. İndi biz bunu necə eləyək ki, bu formaya gəlsin? Bunun üçün bizim sadə, orta, çətin olmaqla, çətin deməyək, daha professional olur deyək, formullardan istifadə edəcəyik. Birinci növbədə bu giriş səviyyəsindəki formuldan başlamaq istəyirəm. Hansı ki, sizə biraz uzun və çətin görünə bilər, amma əslində bu giriş səviyyəsi sayılır və daha sonrakı üsullara baxdıqda daha giriş səviyyəsi, yəni beginner səviyyədə bir formul hesab olunur. İndi gəlin görək, biz bu formaları hansı qaydada istifadə etməliyik ki, o məlumatı o formaya gətirə bilək. Çox maraqlı. Onun üçün biz gəlin əslində bu tərəfdə bunu eləyək ki, bu hər şey sizə aydın olsun. Bunun üçün biz istifadə edirik çox maraqlı bir tətbiqdən. Birinci beginner səviyyəni deyirəm sizə. Bunun üçün ilk əvvəl biz text after'dan istifadə edə bilərik. Nə iş görür text after? Tekstimizi götürürük. Daha sonra bu hissədən bir boşluq qoyuruq və 2 yazacağıq bura. Niyə? Çünki bu birinci yox, ikinci boşluğu, yəni 2-ni ona görə yazıram. İkinci boşluqdan sonra nə data varsa onu mənə göstərir. Görürəm ki, məndə belə bir məlumat əmələ gəldi. Bunu götürərəm, bir dənə lower yazaram. Bəri başdan işimizi görək. Gördünüz, bu rəqəmlər, hərflər hamısı keçirildi, bu formaya gəldi. Amma mənim istəmədiyim şey nədir? Bax, bu sağda solda dırnaqlar var. Onları mən istəmirəm. Leftdən istifadə edə bilərik. Baxın, bu hissəni götürürəm və bura bir len yazıram. Bunu götürürəm, bura qoyuram. O bunun uzunluğunu verəcək. Ondan 2 çıxıram. Niyə 2 çıxıram? Çünki ta ki o nə qədər uzundursa, axı boşluqla dırnaq da bir xarakterdir. O 2 dənə xarakter eləyir. O 2 dənə azaldıram ki, yerdə qalanı mənə göstərsin. Yəni ümumilikdə. Və görürəm ki, məndə nə qaldısa, yəni boş dırnağı falan götürəndən sonra nə qaldısa, onu mənə göstərir. İndi nə edə bilərəm? Substitute-dan istifadə edəcəm. Mənim tekstimin özü də elə onun içinə dəymirəm ona görə. Boşluq yazıram və burada bir boşluğu da silirəm və bu əmələ gəlir. Ardınca bir dənə də substitute yazıram və bu mənim tekstim olduğu üçün gəlirəm bu tərəfə, buradan bunu bundan əvəz eləyirəm və mənə belə bir forma gətirir. Ardınca bir dənə də substitute əlavə edirəm və bu dəfə nə edirəm? Nöqtə C10-un deyirəm əvəz elə. Nöqtə C10-dan düzdürmü? Bunu da bağlı. Və gördük ki, bu bütün adamlar üçün də işləyəcək və həqiqətən də mənim istədiyim formaya bunu gətirdik, çıxartdıq. Ona görə də bu maraqlı bir tətbiqdir, amma giriş səviyyəsində dediyim kimi. Çünki bütün hər şeyi siz əldə etməlisiniz və əgər məlumat bazasının həcmi nə bilim 100 min, 200 min olsaydı, görün burada neçə dəfə prosedur təkrar olmalı idi. Ona görə də qədər əlverişli bir üsul hesab olunmur bu səbəbdən. İndi keçirik ikinci solutionumuza. İkinci solutionda biz həll etməyimiz üçün gəlin onu da bu tərəfdə edək. Ya da artıq gördüyünüzə görə bu hissəni də silə bilərik. İndi gəlin bunu let ilə həll etməyə çalışaq. Let biraz daha advanced formadır, amma biz bunu intermediate, advanced ikisinin ortası kimi görürük. Nə intermediate deyil, ondan daha yuxarıdır, advanceddan da biraz aşağıdır. Advanced axıra saxlamışam, onu da inşallah məlumat verəcəm sizə. Deməli, bu let hissədə bunu yazandan sonra bunun qaydası budur ki, bir dırnaq aşağı düşürük, bir sətr aşağı düşürük və bu sətirdən məlumatları əlavə etməyə çalışırıq. İndi burada nə etmək lazımdır? Addım 1 yazıram. Yəni bu qarşılıq yaranmaması üçün bizim üçün vacib hesab olunur bu cür hesablamalarda. Addım 1 yazırıq və burada bayaq elədiyimiz hesablamaların hamısını bu qaydada edirik. İndi burada bunu yazsaq, delimiter-yə də bunu qoysaq və burada 2 yazsaq, yəqin ki bilirsiniz artıq nə alınacaq. Daha sonra bura vergül yazılmalıdır. Baxın, bunun sonuna mütləqdir bu. Addım 2 yazdıqdan sonra bura bayaqki algoritmi qura bilərik artıq. Nə edəcəyik? Bunun üçün left deyəcəyik. Left nə olacaq bu dəfə? Addım 1 olacaq, bəli. Və len addım 1 çıxılsın 2.
Görürsünüz necə sadələşdi artıq işimiz. Bayağı o boyda şey yazdıq, amma bu dəfə sadəcə bir define eləməklə işimiz asanlaşır. Sonra addım 3 deyirik və addım 3 deyəndən sonra burada gəlin görək nə eləmək lazımdır. Lower yazsaq və addım 2-ni onun içinə atsaq, herhalde biz bilirik ki, orada nə çıxacaq. Ondan sonra addım 4 yazıram. Addım 4 yazıram. Bu dəfə substitute istifadə edirəm. Substitute hissəyə bu dəfə addım 3 yazacağım. Buradan nəyi silmək istəyirəm? Bundan əvəz eləmək istəyirəm. Alt enter deyirəm, aşağı düşürəm. Addım 5 yazıram. Bu dəfə yenə substitute işlədirəm. Addım 4 yazıram bu dəfə. Burada nəyi silmək istəyirəm? Boşluğu silmək istəyirəm əlbəttə. Buradan yine alt enter deyirəm. Addım 6 deyirəm. 6. Bu dəfə də yenə substitute deyirəm. Bu dəfə addım 5 deyirəm. Addım 5'də də nə qaldı axırda? Bu nöqtə C o qaldı ki, hansı ki bunu da koma çevirmək lazım idi. İndi bunu da nöqtə C olmaya yazdım və alt enter deyirəm. Addım 6 deyirəm və enter deyirəm, bağlayıram və göstərirəm ki, burada biz value xətasını alırıq. Ona görə ki, baxın burada bu 2 çıxılsın 2 belə formada olmalıydı. Ona görə də biz bu xətanı alırdıq. Yaxşı, indi burada da belə bir xəta görürəm. Misal üçün burada bu nöqtə olmalıydı. Görürsünüz bu formada həyata keçirilməlidir. İndi bu formada da görürük ki, bizim formulumuzda heç bir problem yoxdur. Hər şey qaydasında işləyir. Sadəcə xırda çatışmazlıqlar var idi, onları da əlavə elədik. Yəni bu da prosesin bir parçasıdır. Unutmayın ki, hər bir formulu yazarkən biz nəyisə gözdən qaçıra bilərik, amma əsas məsələ odur ki, onu tapıb düzəldək. Yəni düzəltməyi bacaraq. Görürük ki, burada da səhti formada göz gəzdirib tapa bilirik ki, söhbət burada nədən gedir. Bu bizim nisbətən daha advanced formada istifadə etdiyimiz formadır. Görürsünüz necə sərgəli formada və hər addımda nə iş gördüyümüz də bəllidir. Biraz daha proqramlaşma məntiqinə yaxın olaraq çalışır. İndi isə gələk advanced formada çalışan formulumuza. Görürsünüz advanced formada çalışan formulumuz nisbətən daha mürəkkəb görünür, amma əlbəttə ki, mürəkkəb bir şey yoxdur və biz bunu çox sadə formada həyata keçirə bilərik. Və gəlin görək, onu biz hansı formada həyata keçirməliyik. İndi aydın məsələdir ki, bunu da məncə aydın formada görə bildiniz. İndi isə keçirəm mürəkkəb olana ki, onu da başa düşəsiniz. Bunun üçün mən birinci bir map funksiyasını açıram və map funksiyasının içərisinə bunları əlavə edirəm. Bu nə edir? Bu götürür formulu hamısına tətbiq edir birdən-birə və bunu bir dinamik aralıq olaraq çevirir. Və dinamik aralığa çevirməsi bizim üçün olduqca əlverişlidir. Bu lambda yerinə də yazıram ki, lambda, bura yazıram cell. Bunu aşağı atıram. Burada yazıram let. Let'in içərisində isə artıq öz formulumu yazmağa başlaya bilərəm. Aydın məsələdir ki, formulları da yazarkən olduqca diqqətli olmaq lazımdır. Bura clean yazıram. Bura nə yazacağım? Reg extract yazıram. Regex replace yazaq daha doğrusu. Buraya yazıram lower cell. Paternimiz nə olacaq? Paternini gəlin bir yerdə yazaq. Burada bir seçmə işarəsi qoyuram ki, bu ora aid olacaqdır. Nə aid olacaqdır? Aydın məsələdir ki, gəlin birinci bunu bir xırdalayaq. Baxıram ki, burada bir qapalı mötərizə var. Sonra bir ID yazılır. Aydın məsələdir ki, buna yazıram ID nöqtə. Niyə mən balaca nə yazdım? Çünki lower yazmışam. Onsuz da onu balaca çevirəcək. ID yazıram. Ondan sonra bağlayıram.
Ondan sonra nömrə gəlir, diqqət edirsinizsə. Nömrədən sonra nömrəni necə yazmaq lazımdır? Digit plus yazmaq lazımdır. Ondan sonra nə yazmaq lazımdır? Bu mötərizəni, qapalı mötərizəni bağlamaq lazımdır. Ondan sonra S ulduz yazmaq lazımdır. Ondan sonra bir düz xətt qoymaq lazımdır. Dırnaqları silməsi üçün bunu yazıram. Və aydın məsələdir ki, bir dənə boşluq qoyub yenə dırnaq qoyuram. Və bunun mən bu tərəfinə də bir dırnaq yazmalıyam. Ondan sonra replacement deyir. Bunu nə ilə əvəzləyəcək? Bu boşluqla əvəzləyəcək, düzdür? Və mən bunu bağlaya bilərəm artıq. Ondan sonra gəlirəm aşağıda. Addım 1 yazıram. Addım 1 yazıram. Bura nə yazacağım? Bura substitute yazıram. Substitute yerinə clean yazıram. Burada old textimin içində bunların heç biri olmayacaq. Bir dənə qalır orada. Bax bu qalır. Hansı ki biz bunu nöqtə ilə əvəzləməliyik. Bunu həll elədik. İndi keçirik ikinci mərhələyə. Addım 2-yə. Addım altdan xətt 2 yazırıq. Ondan sonra bir dənə də substitute açırıq. Bu dəfə addım 1 yazırıq. Və addım 1-də nə dəyişməlidir? .com. Düzdür. Bu .co olur. Bunu əvəz eləmək lazımdır. .com. Düzdür. Bunu da bağlayırıq. Aşağı atırıq. Addım 2 yazırıq. Aşağı atırıq. Bunu qoyuruq, bunu qoyuruq, bunu qoyuruq. Yəni bu mötərizə hamısını bağladıq. Və görürük ki, bu algoritm bütün hər şeyi aydın formada, son dərəcə aydın formada və regexdən istifadə ediləyərək, regex bilirsiniz proqramlaşma dillərində xüsusilə keçilən bir mövzudur və burada da son dərəcə aydın formada biz algoritmi görə bilirik. İndi bunun üstünlüyü nədir? Üstünlüyü odur ki, tutaq ki, bura bir dənə də əlavə eləsək məlumat. Düzdürmü? Əlavə elə, tutaq ki, bura nə yazıram? 530 yazıram və burada nə yazaq? Bir dənə arzu yazaq, yaxşı. Arzu yazdım. Görəcəksiniz ki, burada bir reaksiya olmadı. Niyə görə olmadı? Gəlik ən yuxarıdakına. Bunu bir dənə A10 eləyirsiniz və məsələ həll olur. Yəni o gəlib ora avtomatik formada düşür və istədiyiniz formada düşür. Ona görə də son dərəcə vacibdir bunların hər birini bilmək. Hər kəsə uğurlar arzu edirəm. Sağ olun.